videoda hamilə xanımın adi bir gününü göstərmək istəyirəm. Əslində bu vlog keçən ilin yayında çəkilib, amma ancaq indi səsləndirirəm. Səhər yeməyi öncədən bir stəkan ilıq su içirəm. Səhər yeməkləri çox sevirəm və çalışıram hər gün maraqlı olsun. Həkimin tövsiyəsi ilə qidaya çox diqqət yetirirəm. Əvvəllər bir çox suallarım var idi ki, nə olar, nə olmaz, nə qədər olar. Hər kəs ayrı-ayrı fikir bildirirdi. Məsələn, keçmiş Sovet dövrü adamları, həmçinin həkimləri deyirlər ki, su çox içmək olmaz. Hamilə xanımı şişirdir. Amma əslində susuzluq hamilə xanımı şişirdir. Mənim həkimim bunu mənə əvvəlcədən deyib və ona görə də mən çalışırdım çox su içim. Yeməklərim də sadə, doyumlu, amma bununla bərabər yüngül olur. Məsələn, bugün belə bir yemək düşündüm. Çox dadlı və yüngül alındı. Tərəvəzlər və filedən toyuq, kotlet. Sadəcə tərəvəzlər çox şirin alındı, ona görə də resepti hələ qoymuram. Amma özünüz görürsünüz, çox yüngül və sadə yeməklər. Onun yanında bir düyü ya da bulgur ya qriçka da əlavə edə bilərsiniz. İndi isə istirahət vaxtı gəldi. Temuda belə bir şirin oyuncaq gördüm və özüm bunu toxuyacağım düşündüm. Təsəvvür edirsiniz, hələ də bitirə bilməmişəm. Əgər sizi hamiləlik və doğuş haqqında mövzular maraqlandırırsa, abunə olun, like və rəy yazmağı unutmayın. Mənə bir motivasiya etmiş olacaqsınız. Yatmamışdan əvvəl özümə vaxt ayırıram. Həkimin icazəsi və tövsiyəsi ilə sadə gimnastik və yoga hərəkətləri edirəm. Ruhumun sakitçiliyi üçün meditasiya edirəm. Hamiləlikdən sonra mədədə uzanma izləri aradan qaldırmaq üçün 2 cür yağ istifadə edirəm. Kokos yağı və uşaq yağı. Kokos yağı Lakmi mağazasından almışdım. Uşaq yağı isə aptekdən ala bilərsiniz. Bu yağ həm daxili, həm xarici istifadəyə yararlıdır. Sadəcə mən gec gördüm və ancaq dəriyə və saça istifadə edirdim. Çox gözəl bir yağdır. Onu hər gün axşam dəriyə tətbiq edirdim və yatırdım. Amma havalar isti olanda kokos yağı yaramır. Dəri elə bir nəfəs almır. Ona görə də uşaq yağından istifadə edirdim.
və artıq sizə nəticəsini də deyə bilərəm. Həqiqətən də heç bir uzanma izi yoxdur. Bütün qaşınma, dəridə belə qabıqlar, çıxıntısı hamısını aradan qaldırır. Bu videoda bu qədər. Axıra baxdığınız üçün təşəkkür edirəm. Sağlıqla qalın.